9-10-cu siniflərə OTK blok imtahanında salınmış sualın izahına baxırıq. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu ədədin natural bölənlərinin sayı 45 olarsa m-in qiymətini tapaq. 25-i belə yazaq. 5 üstü 2 vur. 4-ün də yerinə 2 üstü 2-nin üstü m yazaq. O da bərabər 5 üstü 2 vur 2 üstü 2m. Və biz bilirik ki, natural bölənlərinin sayının tapılma qaydası necədir? Qüvvətdəki ədədlərin bir vahidi artırıb bir-birinə vururuq. Bərabər edəcək 45-ə. Buradakı 2-ni götürdük, bir də 2m-i götürdük. 3 vur 2m üstə gəl 1 bərabərdir 45. 45-i 3-ə bölürük 15. 2m üstə gəl 1 15-dir. 15-dən 1 çıxırıq 14. 14-ü də 2-yə bölürük 7. Düzgün cavab A variantı olar.